Nəriman milli komanda forması ilə 5-ci oyununu keçirir. Hələ ki, gol hesabını açmayıb millimizdə. Bir də ki, bugün bu hadisə baş verəcək. Hücumçularımızın məhsuldar oynayacağını ümid edirik. İkinci kez Nazon Piero ilə paslaşdı. Ayçi hücumdadır. Nazon sancınaha ötürmə verdi. Cəfər Quliyev topu ala bilmədi, ardınca zərbə meydançamıza daxil oldu. Ayıc futbolcular zərbi bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır, gol qeydə alınır. Fransi Piero hesabı açdı. Erkən gol buraxırıq. Ayıc İlması ilk dəfə belə təhlükəli şəkildə oyun epizodunda qapımıza yaxınlaşdı və dərhal hesabı açdı. Şahidin Məmmədəliyev ilk zərbəni dəf etdi. Amma top düz Piero'nun önünə düşdü. O da boş qapını dəqiq nişan aldı. Gəlin izləyək epizodu. Burada Nazon'la Piero paslaşdılar. Daha sonra sağ canaha çevirdi hücumu Nazon. Elvin Cəfər Quliyev topu ala bilmədi. Daha sonra Bədav Hüseyinov da geride qoydu. Ayetili futbolçu offside de yox idi görük təkrarda və Şahid Məmmədəliyevdən qaydan topu Fransi Piero qapıya göndərdi. Ötən yay Maccabi Haifa komandasının heyətində sabahla maçlarda iştirak etmişdi Piero və Bank Respublika Arenada komandasının vurduğu gollardan birini de vurmuştu. 0-1. Lucius Donzitson. Ondan böyle futbolcu ve son golumuzun en büyük pay sahibi oldu. Bir komandanın hücuma geçir sol cinatda. Müdafiə anlamında yaxşı qoşu Cəfər. Yer kritik müdaxiləsi deyil onun, amma hücumların qurulmasında onun da iştirakı hələ heç nə vermir. Donzitson korneri yerinə yetirir. 5 futbolçu var. Zərbə meydançamızda ötürmə gəldi. Öndürəyə başla zərbə və 0-2. İkinci top qapımıza daxil olur. Kornerdən standart vəziyyətdən növbət dəfə və yenə də Fransi Piero fərqlənir. Dublə imza atır. Ayetili form. Onun gedişatının məntiqindən irəli gəlmirdi bu gol desək ki, yalan olur. Etiraf etməliyik, ikinci isə əvvəlindən təşəbbüsə malik tərəf məhz Ayıc yığması idi və hər şey ikinci golla yekunlaşdı. Piero kimi hücumçunu bu şəkildə kornerdən sonra tək saxlamaq, düz qapının önündə, qapçı meydançasının daxilində belə sərbəst hərəkət etməsi imkan vermək əlbəttə ki, bağışlanmazdı. Piero da bağışlamadı. Geri gəlmişkən yenə də Donzitson golda iştirak etdi. Bu dəfə ötürməni verdi birbaşa. Güzel və Trentiver, Elvin Cəfər Quliyev. Elvin yeri yıxılır, hakimin qərarı davam, heç nə yox. 0-2 başlayan şəkildə jesti ilə oyunun sonuna işarə etdi Kadir Sağlam. Elvin Cəfər Quliyev dəfələrlə yarım saat epizodlarda penaltilərə qazandırıb komandalarda, həm milli komandada bunu görmüşük, həm Qarabağda. Bu dəfə Kadir Sağlam qayda pozuntusunu olmadığı fikrindədir. Piero. Piero yeni cəlbə meydançamızda. Donzitson. Zərbə imkan verməyək. Zərbə indi gəlir və 0-3. 0-3. Fiyasko. Mehdi Hüseyzadə adına Sumqayıt şəhər stadionunda tarixi maçda ilk dəfə Sumqayıtda meydana çıxan Azərbaycan milli yığma komandası Ayıc ilə oyunda növbəti məğlubiyyətini alır. Artıq bunu əminliklə söyləmək olar. Hər şey bax buradan başladı. Sözsüz, burada qayda pozuntusu yox. Yox idi. 4 Ayıcili futbolcu ard-arda təxminən 7-8 ötürmə verdi. Cərimə meydançamızın həndəvərində və daxilində heç kim topu ala bilmədi. Və cərimə meydançasının kənarından çox da qüvvətli olmayan zərbə ilə 3-cü qolu vurdular. Hətta sarı vərəqə indi Elvin Cəfər Quliyevə göstərilir. Çox güman ki, son epizodla bağlı etirazlara görə və qırmızı vərəqə. Qırmızı vərəqə. Hətta azlıqda qalır.
Bax belə. Elvin Cəfərquliyev yenə də intizamsızlığa görə, artıq danışmasına görə komandamızı meydanda azlıqda qoyur. Qolu isə yeri gəlmişkən 17 nömrəli futbolçu Denli Janjak vurdu, amma bu artıq bizim üçün heç bir məna kəsb etmir. 0-3. Danışan tablo var.